Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Salam dostlar, bugünkü mövzumuz səma hadisələri, astroloji dəyişikliklər və xüsusilə maliyyə enerjisi ilə bağlı çox maraqlı və diqqət çəkən bir dövrdən bəhs edir. Səmada nadir hallarda baş verən 12 illik dövr artıq sona çatmaq üzrədir. Bu sadəcə astroloji bir hadisə deyil, həm də bir çox insanın həyatında dönüş nöqtəsi kimi qiymətləndirilir. Astrologlara görə bu dövrün tamamlanması ilə birlikdə uzun müddətdir davam edən maliyyə durğunluğu tədricən aradan qalxacaq və yerini daha aktiv, daha məhsuldar bir mərhələyə verəcək. Bu dəyişimin mərkəzində isə Yupiter planeti dayanır. Yupiter genişləmə, bolluq və şans planeti kimi tanınır. Onun təsiri ilə həyatın müxtəlif sahələrində, xüsusilə də maliyyə və karyera istiqamətində ciddi irəliləyişlər müşahidə oluna bilər. Bu dəfə isə vəziyyət daha fərqlidir. Çünki Yupiter ayın şimal düyünü ilə xüsusi bir uyğunlaşma yaradır. Bu uyğunlaşma son 12 ilin ən güclü maliyyə enerjilərindən biri hesab olunur. Bu dövrdə qıtlıq düşüncəsi adlandırılan psixoloji bariyerdə zəifləməyə başlayır. Yəni insanlar artıq yalnız məhdud imkanları deyil, geniş perspektivləri görməyə başlayır. Bu isə daha doğru qərarlar verməyə, riskləri daha düzgün qiymətləndirməyə və yeni fürsətləri daha tez dərk etməyə imkan yaradır. İndi isə gələk ən maraqlı hissəyə. Bu güclü astroloji təsirdən ən çox faydalanacaq 3 bürc var. Birinci bürc buğadır. Buğa bürcü torpaq elementi ilə bağlıdır və sabitlik isə bir və zəhmət simvoludur. Son illərdə maliyyə baxımından müəyyən çətinliklər yaşamış buğalar üçün bu dövr sanki bir mükafat mərhələsidir. Onların səbirlə gözlədiyi nəticələr artıq görünməyə başlayır. Daşınmaz əmlak sahəsində qazanc, miras məsələləri və ya uzun müddətdir planlaşdırılan investisiyalar bu dövrdə uğur gətirə bilər. Bu dövrdə verilən qərarlar isə yalnız qısa müddətli deyil, uzun illər üçün möhkəm təməl yarada bilər. İkinci şanslı bürc şirdir. Şir bürcü liderlik, diqqət mərkəzində olmaq və yaradıcılıq enerjisi ilə tanınır. Bu dövrdə şirlər üçün karyera sahəsində ciddi yüksəlişlər mümkündür. Uzun müddətdir gözlənilən vəzifə artımı, yeni iş təklifləri və ya şəxsi biznes ideyalarının reallaşması gündəmə gələ bilər. Xüsusilə rəqəmsal sahələr, sosial media layihələri və beynəlxalq əməkdaşlıqlar şirlər üçün böyük maliyyə imkanları yarada bilər. Bu dövrdə özünə inamlı olmaq və fürsətləri qaçırmamaq çox vacibdir. Üçüncü və bəlkə də ən diqqət çəkən bürc isə Oxatandır. Oxatan bürcünün idarə edici planeti məhz Yupiterdir və bu səbəbdən onlar bu enerjidən birbaşa təsirlənirlər. Bu dövrdə Oxatanlar üçün şans faktoru daha güclü hiss olunur. Onların intuisiyası güclənir və doğru qərarlar vermək ehtimalı artır. Maliyyə baxımından isə müxtəlif sahələrdə qazanc imkanları yaranır. Bura investisiyalar, fond bazarı və digər gəlir mənbələri daxil ola bilər. Lakin burada bir vacib məqam var. Astroloji təsirlər imkan yaradır. Amma nəticə hər zaman insanın öz qərarlarından asılıdır. Yəni pulun gələcəyinə güvənib məsuliyyətsiz xərclər etmək gələcəkdə problemlərə səbəb ola bilər. Bu səbəbdən balansı qorumaq, planlı hərəkət etmək və maliyyə savadlılığını artırmaq çox önəmlidir. Ümumilikdə isə bu 12 illik dövrün tamamlanması yeni başlanğıcların, yeni fürsətlərin və daha geniş perspektivlərin qapısını açır. Hər kəs bu enerjidən öz payını ala bilər, amma bəzi bürclər üçün bu təsir daha güclü hiss olunur. Əgər sizdə bu bürclərdən birinə aidsinizsə, bu dövrü düzgün qiymətləndirməyə çalışın. Əgər aid deyilsinizsə, belə unutmayın ki, hər bir dəyişiklik yeni imkanlar deməkdir. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Yeni maraqlı mövzularla yenidən görüşənədək